Axşamınız xeyir. İlk dəfədir ki, Azərbaycanda seçkilər təkcə ənənəvi mətbuatda deyil, eyni zamanda qeyri-ənənəvi mətbuat saydığımız internetdə yeni mediada da aparılmaqdadır. Burada iş pulunu verib efirə çıxmaqla bitmir. Burada auditoriya sizin dediklərinizə reaksiya göstərə bilir, hətta sizi məsələyə də qoya bilir. Görəsən, bütün bunlar seçkilərin gedişini necə təsirləndirəcək? Bütün bunlar barədə biz bugünkü cümədə danışacağıq. Amma ilk əvvəl hamımız üçün aktual olan internetin keyfiyyəti barədə. Qonaqlarımızı qarşılayın. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdürü İsfəndiyar müəllim Əliyev. Delta Telekom şirkətinin texniki direktoru Rahid müəllim Ələkbərli. Azərbaycan İnternet Forumunun rəhbəri Osman müəllim Gündüz. Real İctimai Birliyinin həm təsisçisi, həm də blogçu Natiq Cəfərli. Bugün bizimlə söhbətdə iki blogçu da iştirak edir. Sahil İnformasiya Texnologiyaları şirkətinin direktoru Vahid Qasımov və müstəqil blogçu Əlimin Novruzov. Belə ki, bütün qonaqlarımızı salamlayıram. Çox sağ olun bugün bizimlə müzakirədə iştirak etdiyinizə görə. Biz yəqin ki, ola bilsin ki, Azərbaycanda internet sahəsində vəziyyətlə bağlı ən çox danışan verilişi hər halda məndə belə bir təəssürat yaranır. Və mənə maraqlı ki, son müzakirəmizdən sonra baş verən dəyişikləri siz necə qiymətləndirirsiniz? Şəxsən bir istehlakçı kimi mən hiss eləyirəm qiymətlərdə. Bilmirəm, Osman müəllim, siz məndən razısınızmı? Bəli, hesab edirəm ki, biz təxminən səhv eləmirəmsə 1-2 ay bundan öncə görüşmüşük, bir neçə ay bundan öncə görüşmüşük və birinci mən sizə təşəkkür edirəm ki, zaman-zaman siz ümumiyyətlə Azərbaycan bu internet sferasına ciddi diqqət yetirirsiniz və bu da əhəmiyyətlidir. Yəni, son müddətdə Azərbaycan internet sektorunda müsbət istiqamətli xeyli dəyişikliklər baş verib. Yəni, birinci, düz dediniz ki, internet xidmətinin qiymətlərinə bağlı. Yəni, son 2 ilin biz dəfələrlə bunu vurğuladıq ki, 2 il yarımın nəticəsi ondan ibarət ki, qiymət islahatı getdi güclü və 7, 8, hətta 9 dəfə qiymət artdı. Elementar bir misal çıxım. 2008-ci ilin yanvar ayında 1 megabit, indi bir standart sürət götürsə, 1 megabit internetin sürəti Azərbaycanda 700 dollara qədər idi. 1 megabit, indi 20 manat. Ortalama götürülür. Diqqət yetirir, yəni kifayət qədər ciddi islahat hesab eləmək olardı. Amma indi yəni bu sahədə uğurlar var. Siz anmaya keçməmişsiniz. Mən hiss edirəm ki, orada sizin hər iki dediklərimiz Rahid müəllimi razı salıb. Bəlkə Rahid müəllimdən də bir reaksiya alardıq. Əvvəla, Səniz xanım, mən həm sizə, sizin siyamazda bütün o jurnalistlərə, həmçinin verilişlərə hazırlayanlara təşəkkürümü bildirirəm ki, həqiqətən internet sayəsində belə diqqət yaradırsınız. Və mən belə düşünürəm ki, bəlkə də elə bu diqqətin sayəsində əlavə olaraq da təbii ki, burada böyük texnoloji proseslər gedir və bu prosesləri hazırlayan təşkilatların sayəsində qiymətlər və keyfiyyətlər istiqamətində müəyyən işlər aparılıb. Və qiymətlərin, demək olsun, mən dediklərinə razıyam, yəni həqiqətən də son istifadəçilərin hiss etdiyi qiymətlər artıq müəyyən dəyişikliklərə məruz qalıb və təbii ki, bu qiymət dəyişikliklərində də beynəlxalq magistral operatoru olan bizim şirkətin Delta Telekomun da müəyyən böyük işləri var. Çünki biz deməli 2009-cu ilin yanvar ayından bu günə qədər qiymətləri 550 manatdan deməli 2009-cu ildə sentyabr ayında deməli 2 dəfə endirdik, yəni 275 manata. Və demək ki, 2010-cu ilin yanvar ayında bir daha 110 manata endirmişdik və 2010-cu ilin sentyabr ayında bu qiyməti 50 manata əlavə alınan tutumlar üçün endirmiş olduq. Və təbii ki, bu qiymət dalğası da həm keyfiyyətin artımı üçün, həm də təbii ki, qiymətlərin son istifadəçilərdə endirilməsi üçün səbəb oldu. Mən də yenə də axırı ki, Osman müəllimdən bu haqda bir yaxşı bir demək ki... Yaxşını demək lazım. Hətta mən bir yaxşını da qeyd edə bilərəm ki, düzün deyək də, 2008-ə qədər Azərbaycanda haradasa bir 50-60 minə qədər geniş, fikir verin, cəmi 50-60 min. Cəmi 50-60 minə. Geniş zolaqlı, sürətli internet istifadəçisi varsa, indi bu qalxdı 150 minə, təxminən. Diqqət edin, 2 dəfə artdı. Yəni bu qiymət islahatından sonra məhz bu keyfiyyəti xarakterizə edən amil birdən-birə, özür istəyirəm, kəmiyyəti xarakterizə edən. Və mən indi problemlərə gələcəm, mən Rahid müəllim bir dənə o fikirlə razılaşmadım ki, keyfiyyətlə bağlı hələ bizdə müsbət istiqamətdə deyiləcək şeylər çox azdır. O zaman mən fikrimi kəstirəm. Qiymətlə bağlı da düzdür, oradan da islahatlar getdi və qiymətlər xeyli aşağı düşdü. Sizin işinizdə bu necə
necə təsirləndirir? Mən elə o barədə danışmaq istəyirdim ki, amma bir problem var ki, qiymətlər Azərbaycanda o dərəcədə yüksək idi ki, həddindən artıq çox yüksək idi ki, bu endirimlər bizi doğrudan da gözə baxımlı və gözə gələsi, yəni ciddi hiss ediləcək dərəcədə oldu. Amma əvvəlki başlanğıc nöqtə çox yüksək idi Azərbaycanda, həddindən artıq yüksək idi. Qonşu ölkələrdən çox-çox yüksəkdə idi ki, indi bu endirim aşağı getdikcə, qiymətlər aşağı getdikcə müəyyən mənada qonşu ölkələrin qiymət trafikinə yaxınlaşırıq. Amma çox yüksək olduğu üçün bu bizə gözümüzə daha çox çarpır. Amma keyfiyyət məsələsinə gəldikdə isə problemlərin mövcudluğu bugün də var. Bugün də o problemlər var. Çox yaxşı olardı ki, həm qiymətin aşağı düşməsi keyfiyyətə təsir etməsin. Keyfiyyətli internetə təsir etməsin. Siz hesab edirsiniz ki, edib yoxsa etməyib? Məncə edib. Məncə edib. Çünki qiymətin aşağı düşməyi ilə razıyıq. Hamımız bir istehlakçı kimi göz qabağındadır ki, bu çox yaxşı tendensiyadır və getdikcə də daha aşağı düşmə. Təqdiri olunmalı, salamlamalı, Əlbəttə, çünki internet istifadəçilərinin sayına birbaşa təsir edir, Osman müəllim dediyi kimi, birbaşa təsir eləyir. Yəni və doğrudan da Azərbaycanda nə qədər sürətli internetdən istifadə edən insanların sayı artsa, o internet kontentinin keyfiyyəti artacaq, insanların ora marağı artacaq. Bu da qiymətlə keyfiyyətin bir vəhdətini təşkil etmək lazımdır. İndi qiymət prosesi gedib. Qiymət prosesində çox yaxşı təqdirə layiq hallar baş verir, amma keyfiyyətə bu yansıması olsa, bu daha yaxşı olar. Yəni biz keyfiyyət məsələsinə hələ qaydaq. Mən sizə söz verəcəm. Mən bizim blogçulara da bir söz vermək istəyirəm. Yəni, bax, sizin işinizdə siz hansısa canlanmanı hiss edirsinizmi? Bəs adamların iştirakı mı artıb, iştirak dərəcəsi mi artıb, iştirak keyfiyyəti mi artıb? Yəni, nədə bu özünü bir özə verir? Razıyam ki, qiymətlər çox aşağı düşdü həqiqətən də. Elə bir sürpriz bir aşağı düşmə oldu. Amma eyni zamanda deyim ki, keyfiyyət də bir o dərəcədə aşağı düşdü. Yəni, Osman müəllim yəqin deyəcək, onun bir araşdırması var ki, ölkədə geniş solaqlı internet istifadəçilərinin sayı kəskin sürətdə artıb, amma istifadə olan trafikin həcmi dəyişməyib. Yəni bu mən adi bir internet istifadəçi kimi görürəm ki, mənim də evdə son axır aylar internetimin sürəti, internetimin keyfiyyəti getdikcə aşağı düşür. Məsələn, dünənləri hava biraz küləkli idi, internetim 2 dəqiqədən bir kəsilirdi. Zəng elədim, dedilər, hava şəraitindən bağlı olaraq internetdə problem var. Yəni da belə formadadır internet. Yəqin ki, daha gülmək lazım deyil. Amma gülməyim gəlir ki, nə əlaqəsi var havayla internetə var? Orada əslində müəyyən texnoloji məqamlar var, deməli, toxunulası. Çünki təbii ki, ola bilər ki, demək, internetə çıxış hissəsində hər hansı problemlərlə qarşılaşması mümkün ola bilər. Amma bu, təbii ki, bilavasitə magistralla əlaqədar deyil. Çünki əgər belə bir hal olsaydı, bu sözə yəni, siz özünüz də dəstək verməliydiniz. Əgər internet istifadəçisinizsə, deməli, siz də Delta Telekomun xidmətindən istifadə edirsiniz. Və biz o xidməti bütün provayderlərə veririk. Hər hansı provayder, məsələn, bunu simsiz rabitə texnologiyaları ilə çatdırır. Təbii ki, o texnologiyaların düzgün seçilməməsi sayəsində və ya qoyulmuş baza stansiyalarının, demək, azlığı sayəsində ola bilər ki, demək, pis hava şəraitində internetin sürəti aşağı düşə bilər. Amma bu provayder içində baş verən hadisədir. Təbii ki, keyfiyyətlə bağlı müəyyən problemlər mövcuddur. Bu da əsasən onunla əlaqədardır ki, qiymətlərin kəskin surətdə, birdən-birə sürətlə düşməsi ikinci provayderlərin belə keçid dövrü yaranır. Həmin dövrlərdə özlərini həmin aşağı qiymət siyasətinin aparılmasında müəyyən düzgün siyasət seçilməsində müəyyən qədər zamana ehtiyac olur və o zaman keçdikdən sonra hesab edirəm ki, bu keyfiyyət də öz yerini alacaqdır, yüksək keyfiyyət. Çox sağ olun, müəllim, gəldik. Üzr istəyirəm, bir dənə məqama toxunmaq istəyirdim. İsfəndiyar mənim dedi o məqamları, amma biz deməli Delta Telekom şirkəti olaraq bu dəfəki qiymət endirimi ümumiyyətlə qiymətlərin endirilməsi üçün, yəni son istifadəçilərdə qiymətlərin endirilməsi üçün etməmişik və biz onun halında qarşısını almaq üçün müəyyən işlər aparırıq. Yəni qiymətlər artıq Azərbaycanda 1 megabiti 20 manata bu normal qiymət sayılır. Bu Delta Telekomun apardığı siyasət Azərbaycanda artıq keyfiyyət siyasəti üçündür. Yəni keyfiyyətin artırılması üçün bu qiyməti endirmişik. Artırmış olurmu? Gəldik əsas məsələyə. İnfrastruktur, bilirsiniz, bu sürət üçün hazır olmalıdır. Və biz, məsələn, bizim statistika artıq keçən dəfəki görüşümüzdən sonra bəlkə də bu sizin də bir nailiyyətinizdir. Deməli, hər bir provayderlər üzrə, təbii ki, bizim kommersiya sirrimiz olduğu üçün dəqiq neçə megabit, neçə kilobit və neçə gigabit sürətlər aldıqları dəqiq göstərilməyib. Amma Azərbaycanın ümumi internet tutumu əlavə olaraq hər bir provayderə düşən orada porsiyalar, yəni hər birinin özünün
deməli faizlərlə göstərilmiş tutumları var. Və bu tutumlar içərisində gizlənən bizim öz statistikamız var, hansı ki real rəqəmlərdir. Mən o real rəqəmlər haqqında deyə bilərdim ki, provayderlərin bugün aldığı tutumların hardasa 70, eləsi var 60%-ni doldura bilmirlər. Yəni biz onlara deyirik ki, siz tutumlarınızı açın, son istifadəçilər onu rahat yükləyə bilsinlər, yəni tutumları yükləyin, çünki bu sizin tutumdur. Amma bu tutumlarda bilirsiniz, onlar asırlar da tutumlarını, amma deyirlər ki, neysə yüklənmir. Amma mən, yəni, biz də çox sorğular keçiririk, biz də çox demək statistikalar toplayırıq. Son istifadəçilərin böyük əksəriyyəti keyfiyyətsiz internetdən şikayətlənir, böyük əksəriyyəti. Burada tam demək olmaz, amma böyük əksəriyyəti şikayətlənirlər. Yəni, mənə elə gəlir ki, orada müəyyən texnoloji problemlər var. Bu problemlər də provayderlərə təbii ki, hamının dəstəyi ilə həll olunmalıdır. Çox sağ ol Sərxan. Üzr istəyirəm. Yəni Sevinç xanım, çox üzr istəyirəm. Birinci biz bu keyfiyyətsiz internet anlayışına aydınlıq gətirək. Çünki böyük kütlə tamaşaçılar qulaq asdığına görə keyfiyyətsiz deyək ki, pomidor, xiyar cəmaət bilirlər. Bu keyfiyyətsiz internet odur ki, müqavilədə nəzərə tutulan bir bəlli bir internetin sürəti var, həcmi var. Bu sürətin üçün 20 manat vəsait ödəyirsə vətəndaş, bu sürəti trafiki almalıdır, həcmi almalıdır. Ala bilmir. Keyfiyyətsiz internet budur. Yəni təxminən belə deyək, necə bazarda insanlar gedib hansısa mal alanda 1 kilo mal alır, evə gəlib çəkir, görür ki, yarım kilodur. Bunu çəkidə anladıblar. Həmin şey bu dəqiqə kütləvi şəkildə internetdə baş verir. Bax, həmin şey, Sevinç xanım, diqqət edin. Kütləvi şəkildə internetdə bu dəqiqə çəkidə anlatma baş verir. Çəkidə anlanılır. Böyle, elə bil ki, 1 kilo internet alıb evdə gəlib çəkəndə görürsən, ən yuxarısı 700 qramdır, 600 qramdır, 500 qramdır, 300 qramdır. Çəkidə anlanır internet istifadəçiləri kütləvi surətdə. İndi bunun səbəblərinə biz gəlirik. İki səbəb var. Bir, xətlərdə, infrastrukturda ola bilər. İkinci, provayder alladır. Azərbaycan reallığı bizim araşdırmamız göstərir ki, burada allatmanın, deyək ki, səbəbin böyük əksəriyyəti bu dəqiqəki reallıq odur ki, ikinci səviyyəli provayderlərdədir. Provayderlər çəkidə alladılar, internet istifadəçilər. Böyük əksəriyyəti. Bir araşdırma apardıq, düzdür Əli bəy. Bir dənə provayderi götürür. Siz hesab edirsiniz ki, burada artıq günah, yəni birinci provayderdən keçir, ikinci günah provayderdə bir iş yoxdur. Bəli, əksinə birinci provayder deyir ki, indi diqqət yetirin, Delta Telekom şirkəti indi biz dəstəkləyirik ki, Raid mənim çox düzgün dedik, qiyməti aşağı salmaq üçün yox, keyfiyyəti qaldırmaq üçün bunlar qiyməti saldılar. Yəni, provayderə satan internetin qiymətini saldılar. Diqqət yetirin, bizə satana yox, vətəndaşa satana yox. Provayderə satan internetin qiymətini saldılar ki, provayder çox alıb, vətəndaşa çəkidə allatmasın da, heç bir nəticə baş vermədi. Heç bir. Biz bir provayderi götürüb araşdırdıq. Bak internet dövlətin provayderidir. Məlum oldu ki, Bak internet provayderinin son 3-4 ayda geniş zolaqlı internet istifadəçilərinin sayı, Sevinç xanım, rəqəmə diqqət yetirin. Hardasa deyək ki, 5.000-ə qədər artıb. 5.000-ə qədər, diqqət yetirsiniz buna. 5.000-ə qədər geniş zolaqlı internet istifadəçilərinin sayı artıbdır, amma həmin provayderin Delta Telekomdan aldığı trafikin həcmi artmayıbdır. Deməli, əvvəlki həcmi də bizimkilərdən, o birisi istifadəçilərdən də uğrayaraq o təzə 500-ün üstünə qoyub. Böyle bir şey ola bilməz, o özü dövlətin provayderidir bu. Yəni biz burada müqavilələrin adını çəkdik ki, hər bir kəs özü internetdə öz sürətini yoxlaya bilir asanlıqla və əlində əgər müqavilə varsa, yəqin ki, bu provayderin qarşısında, ikinci provayderin qarşısında qaldıra bilir bu məsələni. Bu məsələlər necə həll olunur? Buna reaksiya olur mu? var ki, sürəti yoxlamaq mümkündür. Yəni evdə oturaraq da. Necə tərəzi kimi deyək də, tərəzi var. Ev tərəzisi kimi bir şeydir, Osman həm dediyi kimi. Yəni bu sürəti yoxlamaq mümkündür. Və o sürəti də yoxladıqdan sonra və o aldığın müqavilədə nəzərdə tutulan qədər sürət almırsansa, problem orada başlayır. Sən zəng eləyib öz narazıçılığını bildirə bilirsən, amma bununla məsələ bitir, yəni həll olunmur. Mən təklif eləyərdim, məsələn, buradan istehlakçılara öz hüquqlarını qorumaq üçün birbaşa məhkəmələrə müraciət eləsinlər. Çoxlu sayda məhkəmələrə müraciət olunur. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar. Bu provayderləri kütləvi şəkildə məhkəmələrə verilsin. Siz nəsə demək istəyirsiniz? Hə, mən əlavə eləmək istəyirəm ki, məhkəməyə verməklə və ya provaydera zəng eləməklə iş qurtarmır. Nəyə görə? Çünki bir, müqavilələr o formada təsdiqlənib ki, orada heç bir şeyi heç kimin boyuna qoya bilmirsən. Məsələn, deyəlim ki, bizim N provayderdən aldığımız müqavilədə yazılıb ki, onlar bizə 12 megabitə qədər internet verəcəklər.
12 megabiti indiyə qədər heç vaxtı görməmişik. Uzaq başı 7-8 megabiti görmüşük. Amma qədər sıfırı da əhatə eləyir. Yəni internet yoxdursa müqaviləyə görə hər şey normaldır. Yəni o müqavilə formalarda provayderin hüquqlarını qoruyacaq şəkildə tərtib olunub. İstehlakçının hüquqlarını qoruyacaq şəkildə deyil, çox təəssüf ki. İstehlakçı o müqavilələri bağlayarkən o müqavilələri dəyişdirmə hüququna malikdir və bunu etməlidir də. Çünki kör-körana imzalamasın. Əgər ki, mən Əhmədlidə oluramsa və mənim də nömrəm 72 ilə başlayırsa və bu 2010-cu ildə, Milleniumun 10-cu ilində hələ də digital xətti deyilsə, mən provayderı nəyi iddia eləyə bilərəm? Ya o provayderin problemi deyil, o dövlətin problemidir ki, neft ölkəsinin paytaxtının ortasında hələ də digital olmayan xəttlərdən istifadə olunur. O tamamilə doğrudur, onunla razıyam. Hətta və hətta kommutatorlu xəttlər belə var. Dayılab xətlərlə də bugünə... Amma yəqin ki, sizinlə belə halda müqavilə bağlayan şirkət bunu faktı nəzərə alaraq real sizə göstərici deməlidir ki, mən sizə bu qədər deyil, bu qədər verə bilərəm və minimum bu olacaq. Yəni bu daha ədalətli olmazdı mı? Amma onu mənə çatdırmağına qətiyyən heç bir garantiya vermir. Çox sağ ol. Biz çox kiçik bir fasiləyə ayrılır. Qaydanda isə biz keyfiyyət məsələsinin müzakirəsini davam etdirəcəyik. Kiçik fasilədən sonra. Birlikdə mən bilirəm ki, hər halda çoxumuz üçün biz ağrılı bir prosesdən danışırıq ki, biz günümüzü kompüterin qarşısında keçiririk, bizim həyatımızı internet bu qədər təsirləndirir, qiymətlər salınır. Yenə də biz keyfiyyətdə, istədiyimiz keyfiyyətlə ala bilmiriksə, yenə də bu bizim üçün problemlər yaradır. Mən istəyirəm ki, siz hamınız çox kiçik, çox qısa bu məsələyə reaksiya verəsiniz ki, sizin nəzərinizcə çıxış yolu nədən ibarətdir? Məhkəmə məsələsi burada dilə gətirildi. Bundan əvvəl bilirəm ki, Rahid müəllim provayderlara lisenziya məsələsini qaldırmışdı. İndi necə hesab verirsiniz? Çıxış yolu nədir? Bilirsiniz Şəmiz xanım, mən keçən dəfə düz deyirsiniz, o məsələlərə toxundum. Burada necəsə ya dövlət tərəfindən lisenziya ilə bu iş tənzimlənməlidir. Bu bir tərəfidir. Olsun, mən yenə başını yelləyir. Siz hesab verirsiniz ki, hələ də buna ehtiyac var. Yox, bu bir yoludur. Digər tərəfdən, yəni həmkarlarım da dediyi kimi istehlakçılar tərəfindən bizim çox böyük problemlərimiz var. Mən onun üçün də istəyərdim ki, istehlakçılar ümumi bir müqavilə tələb etsinlər. Amma bu da bütün istehlakçılar bunu deyə bilmərik. Çünki bu indiyə qədər görünmüş bir faktdır. Bugünə qədər demək bu keyfiyyət məsələsi həll oluna bilmir. Mən elə gəlir ki, ya provayderlər arasında, ya elə Osman müəllimin və yaxud da Rabitə Nazirliyinin demək bu mərkəzləşmiş bir tədbirləri sayəsində provayderlərə ümumi bir standart müqaviləni hazırlatdırmaq lazımdır. Və burada da o şərtlər olmalıdır. Əgər bu yol həll olunmasa, keyfiyyət məsələsindən biz 2010-cu il deyirik, 2020-ci ildə də bu problemi tartışacağıq. Yəni, mən bilirəm ki, Osman müəllim bu sahədə iş gedir. Lisenziyalaşma ilə bağlı fikrinin heç bir əsası yoxdur. Beynəlxalq aləmdə, dünyada belə şey. Onda siz gərək edirsiniz. Amma Rahid müəllim o ki, normal müqavilə, hə, bu ciddi məsələdir. Çünki məhkəmə özü də hətta bizdə elə provayderlər var, çek alırlar, müqavilə yoxdur ortada. Çek var. Müqavilə olmayanda da məhkəmə bunu qəbul eləməyəcək. Amma mən problemi nədə görürəm? Rabitə İnformasiya Texnologiya Nazirliyinin səlahiyyətlərinə aydınlıq gətirməlidir. Bax, Nazirlik kommersiya ilə məşğul olur. Qanun kommersiyadır bu. Məsələn, bax internet vətəndaşların hesabına olan puldan dövlət provayderi kommersiya ilə məşğul olur. Özəl provayder deyir ki, Osman müəllim, biz onlarla rəqabət göstərə bilmirik. Mən deyir, ADSL müştərini qoşmaq üçün deyir, ATS-lərə müraciət edirəm, mənim ərzimə deyir 10 günə baxırlar deyir. Özü də zülümlə. Bax internetə deyir, bir saniyə həll olur deyir. Mən necə müqamət göstərə bilərəm? Ona görə biz hesab edirik ki, dövlət provayder anlayışına azı 2 dənə bazarda 2 dənə dövlət provayderi var, nəhəng. Bax internet bazarda 20% xüsusi çəkiyə malikdir. Yəni bazara diktə edir. Bax internet və Az Telekom regionlara bu diktə edir. Bu iki şirkət dərhal özəlləşdirilməlidir. Və Rabitə İnformasiya Texnologiya Nazirliyinin də kommersiya səlahiyyətləri əlindən alınmalıdır. Normal bazarda Avropada, Gürcüstanda, digər ölkələrdə olan kimi Sevinç xanım bunun adı belədir. Bax Gürcüstanda var, Ukraynada var, bütün Avropa ölkələrində var ki, müstəqil tənzimləyici qurum olmalıdır. Təxminən belə Azərbaycanın Milli Telekommunikasiya Şurası. Amma bütün bu dövlət idarə etməsi, bütün bu kommersiya, bütün bu deyək ki, tənzimləmə hamısı bir qurumun əlindədir. Bunun qlobal yolu bundan ibarət. Əlbəttə ki, sizin həll edəcəyiniz məsələ deyil, amma ki, siz elə lap burada əyləşmişsiniz və bu Nazirliyin nümayəndəsi kimi indi ürəyinizdən nələr keçir, niyə mən gəldim bu verilişə? Yox, biz özümüz xahiş eləmişik, mən deməlim gəlsin. Ola bir iki dənə
Yani burada keyfiyyətlə bağlı məsələ qalxılan zaman Nazirliyin sənədindən tutmuş da elektronlaşmaya qədər o qədər məsələ qaldırıldı ki, yəni ki, məsələ bir-birinə elə bir şey qarışdırıldı da. Yəni ki, biz keyfiyyətdən söhbət edəndə bir neçə məsələ ortaya Biz yaxın müddətə və uzun müddətə burada belə məsələdir. problemləri Keyfiyyətlə bağlı təbii ki, problemlər var. Xüsusilə problemlər ondan əmələ gəlir ki, bu yüklənmələr müəyyən bəlli saatlarda, yəni şəbəkənin yüklənmə anında eyni zamanda axşam saatları, müəyyən saatlarda hamı işdən evə gəlir, hər kəs internetdə başlayıb işləyən zaman təbii ki, yüklənmə olur. Ümumiyyətlə isə baxanda, ümumiyyətlə dünyada belədir. Yəni bəlkə bir gün telefon görsə, bir binaya tutaq ki, 10 adam telefon çəksə, ona 10 dənə xətt çəkmirlər, 7 dənə çəkirlər. Fikirləşirlər ki, eyni zamanda 10 adamın telefonla danışma ehtimalı olmadığına görə bütün dünyada bu şəkildə var. Eyni zamanda internet xidmətlərinin verilməsində belə bu şəkillər var ki, alınan bir şeyin, müəyyən bir tutumun, yəni hər bir adama o qədər tutum ayırmır. Çünki hamısı eyni zamanda işləmədiyinə görə orada müəyyən oynamalar olur və təbii ki, bu yüklənmə olduğu zaman bu problemlər daha çox üzrə. Əlbəttə ki, heç kəsə icazə verilmir ki, yəni ki, keyfiyyəti o səviyyəyə düşsün ki, artıq narazılıq olsunlar. Yəni bu səbəblər doğrudan da, əgər belə səbəblər çoxca təbii ki, bunlar qarşısı alınmalıdır. Hər bir şeye baxanda dinamikaya baxmaq, inkişafın dinamikasına baxmaq. Məsələn, 4-5 il bundan Azərbaycanın elektronlaşma səviyyəsi 50-60 səviyyəsi, bu gün 99%, 2-3 dənə ateistlər qalıb ki, biri də adladır. Onlar da tənlə eyləm, ilin sonuna qədər Azərbaycanda ümumiyyətlə elektron olmayan ateistlər Bakı şəhərində heç olmayacaq, regionlarda 90%-ə çatdırılır. Bu çox kiçik 5-6 həcmini görülən işlərin həcmini göstərir. Yəni bu siz dediyiniz kimi yəni çox kiçik bir məsələdir. Osman müəllim deyir, tənzimləmə qurumunun yaradılması bu yaradılacaq. Yəni dövlət proqramına salınıbdır və bu tənzimləmə qurumu yaradılacaq və bütün rabitə obyektləri onunla xəbər verir ki, 2003-cü ildən də özəlləşməyə açıqdır və onların hamısı aidiyyəti üzrə işlər gedirlər. Yəni bu bir günün içində olan şey, bu rabitə sistemi bir şey deyil, bir mağazin deyil özəlləşdir. Burada dövlətin də öz maraqları var. Burada həm informat təhlükəsizliyi məsələləri, yəni çox bir məsələlər var. Bunu sadə halda həll etmək, bir qısa müddətli etmək çox çətin olmaz ki, bu mərhələlərlə həyata keçir. Yəni burada mən elə bir problem görmürəm ki, bütün problemin tənzimləmə qurumu olmadığına görə məsələ üçün keyfiyyət aşağı düşür. Bir dənə də nöqtəyə toxunmaq istəyərdim, fikrimi bildirmək istəyərdim. Bu bir əslində bir strateji məsələdir. Bu bir dövlətin bir siyasi məsələsidir. Digər tərəfdən iqtisadi, yəni bazar iqtisadiyyatı dövründə provayderlərin sayının bu qədər çox olması da problem yaradır. Əgər bölüşən internet tutumu məsələsinə qayıdırıqsa, yəni əgər xidməti bu tipdə göstəririksə, onda deməli provayderlərdə istifadəçilərin sayı çox olmalıdır ki, məsələn, belə deyək ki, bizdə gülünc rəqəmləri var. Məsələn, provayderimiz var ki, 500 nəfər istifadəçisi var. Çox gülünc rəqəmdir. Çünki 500 nəfəri əlbəttə bir dənə, misal üçün hətta 500 megabitlik belə internet tutumuna bağlasam belə 500 nəfərin heç olmasa 400 nəfəri işdə olacaq, düzdürmü? Yəni iş saatları problem çıxacaq. 100 nəfər evdə olacaq və yaxud da 400 nəfər evə gedəcək, 400 nəfər evdə olanda ev saatlarında problem çıxacaq. Bu istifadəçilərin sayının kifayət qədər artırılması üçün şərait yaranmalıdır. Ya hal-hazırda 30-35-ə yaxın provayder var balaca Azərbaycanımız üçün. Yəni bu Azərbaycan üçün olan çox böyük rəqəmdir. Ya bunların sayı azalmalıdır ki... Siz necədir? Mən bir dəqiqə fikrimi bitirim, sonra etirazı bildirim, olar mı? Deməli, bir tərəfdən ya gərək yeni şərait yaradılsın ki, bu 35 provayder kifayət qədər böyük areanı əhatə eləsinlər. Bu halda onların istifadəçilərin sayı artacaq, texnoloji problemlər aradan qalxacaq. Ya da digər tərəfdən gərək inhisara uğrasınlar kiçik provayderlər. Yəni bu iki yolu var. O bayaq lisenziya məsələsi və yaxud da demək istehlakçıların tərəfindən tənzimlənməsi. Bir iqtisadçı kimi icazə verin müdaxilə edin. Bunun üçüncü yolu da var. Azad rəqabət, bazar. 500 istifadəçisi var. Bir ay işləyəcək, 2 ay işləyəcək, görəcək, bacarmır, iflasa uğrayıb bazardan çıxacaq. 1000 istifadəçi var, keyfiyyətli xidmət göstərməyəcək, iflasa uğrayıb bazardan çıxacaq. Bunun yolu budur. Bunun dövlətin nə işi var axı bunlarla? Sərbəst sizin borcunuz, yəni dövlət qurumlarının və sizin bir monopolist şirkət olaraq sizin borcunuz odur ki, rəqabət mühitinin normal şəraitdə Azərbaycanda tətbiq olunmasına şərait yaradasınız. Dövlət qurumlarda siz də buna çalışmalısınız. O bazarda kim sağ qalacaq, ayaq üstə qalacaq, kim bazardan sıradan çıxacaq, onun sizə ilgisi olmamalıdır sizlə. Bilirsiniz necə? Deutsche Telekom dediğin hər bir provayder bizim resellerdir, yəni bizim xidməti çatdırır. Aydındır. Və bunun üçün də biz bu işdə kifayət qədər böyük məsuliyyət daşıyırıq.
Sizin üçün o bir iqtisadçı baxımından ola bilər. Amma bir mütəxəssis kimi və şirkətin rəhbərlərindən biri kimi mən onu qeyd eləməliyəm burada. Çünki bu tənzimləmədə bu gün problemlər danışılır. Qiymətdə görürsünüz, problemlər demək olar ki, geridə qalıb. Amma keyfiyyətdə olan problemlərin bir çox faktorları var. Çox sağ olun. Buyurun. Məsələ ondadır ki, elektronikada hər hansı bir cihaz bozulduğu vaxtı əvvəlcə ilkin interfeysdən yoxlamağa başlayırlar. Yəni ki, kompüterdə görüntü monitorda yoxdursa, əvvəlcə monitoru yoxlayırlar, ondan sonra dala-dala getməyə başlayırlar. Yəni ki, Delta Telekom yoxlanılası son amildir. Əvvəlcə yoxlamaq lazımdır ki, kompüterin ümumiyyətlə şnuru rozetkaya girirmi və ona düzgün əməlli 220 volt gəlirmi? Ona görə o nöqteyi nəzərdən mən şəxsən böyük bir günahı görürəm bizim ateistlərdə və onların verdiyi xidmətlərdə. Nə üçün? Çünki ən bəsit, məsələn, dedilər ki, onlar təbii bir şəkildə provider keyfiyyətsiz xidmət verirsə, o özü-özünə rəqabətə tab gətirə bilməyəcək. Xeyr, əlaqəsi yoxdur. Mən hal-hazırda adını çəkmək istəmədiyim provideri, hərçənd onu, necə deyərlər, haqq eləyib ki, onu hal-hazırda deyib biabır eləyim. Çünki artıq biz, necə deyərlər, ondan şeylədik və ondan şikayət eləyən tək biz deyilik. Ona nə vaxtsa, necə deyərlər, səhv eləyib qoşulmuşam. Hal-hazırda o providerin xidmətindən imtina etmək üçün, başqa providera müraciət eləmək üçün mən bir həftə gözləməliyəm ki, həmin providerin avadanlığı ATS-də sökəcəklər. Ondan sonra müraciət eləyəcəm başqa bir providera. Ondan sonra bir həftə daha gözləməliyəm ki, onun avadanlığı ATS-ə qoşacaqlar. Beləliklə mən 2 həftə, yəni ki, yarım ay internetsiz qalacam. Bu, mənim üçün internet mütəxəssisi olaraq yol verilməz bir hadisədir. Başa düşürsünüz? Onun üçün bu proseslər o qədər də asan deyil bir tərəfdən, amma onun səbəbkarı da o bir tərəfdən baxırsın ki, heç də provider deyil. Bəbəm, sizin bu deyilənlərə, biraz əvvəl deyilənlərə münasibətiniz və sizin münasibətiniz çox qısa. Mən güman eləyirəm ki, bu həmkarım dedi, yəni məntiqi olaraq bəlkə də yanaşma doğrudur ki, məsələn, bir neçə providerdə problem varsa, deməli, bir tərəfi ola bilər, yəni onların bağlandığı vahid bir nöqtə. Amma qardaş, əgər biraz daha dərin mütəxəssis kimi texnoloji baxımdan yanaşsa, bu providerləri ilə istifadəçilər arasında təkcə toplanan nöqtə Delta Telekom deyil. Birincisi, dövlət bir neçə şirkətə lisenziya verib. Məncə 3 lisenziya olmalıdır. Yəni, hamı bazar iqtisadiyyatıdır, kim istəyir gedib gətirə bilər. Hansılar da olar? Bir Azər Telekom Azər Telekomdur, Az Telekomdur, Delta Telekomdur. Azər Telekom var, o birisi mən bilmirəm. Hə, biri Delta Telekomdur, Az Telekomdur və Azər Telekomdur. Demək, digər, yəni bu açıq bazardır. Kim istəyir bu gün də gedib lisenziyasını alıb və texniki şərtlərini alıb təbii ki, işə başlaya bilər. Rahid mənim o fikri mən dəstəkləyirəm, nə mənada ki, doğrudan da, indi İsfəndər mənim bizdən inciməsin, bu dəqiqə o yüksək sürətdən bağlayır. Bir var, aşağı sürəti keyfiyyətsiz alırsan. Məsələn, 1 kilonu alanda evdə gəlib çəkirsən, yarım kilodur. Bunun böyük günahın, böyük əksəriyyəti providerin üzərindədir. Yəni, burada faktiki olaraq uğurlanma həyata keçirilir. Amma ki, o ki, yüksək sürəti ala bilməmə məsələsi var. 4, 8, 12. Hə, burada xüsusi çəki gəlir Rabitə İnformasiya Texnologiya Nazirliyinin infrastrukturu üzərinə. O simlərin, kabellərin üzərinə. Dünyada bəlli bir standart var da. Bu simlərin qalınlığı, seçenyası, diametri bəlli bir standartda olmalıdır. Məsələn, 7, 8 və s. Amma bizdəki infrastruktur, indi Rabitə İnformasiya Texnologiya Nazirliyi nə qədər bəyanat versə də biz baxırıq ki, providerlərin insanlar ki, yüksək sürət almağa istəyəndə məcbur olur ki, o aşağı standartda olan simlər, infrastruktur, kanalizasiya tab gətirmir. Ona görə biz hesab edirik ki, ATS-lərin elektronlaşmasından bərabər, həm də o yeraltı kanalizasiyalar, o simlər, infrastruktur elektronlaşmalıdır. Yüksək sürətə tab gətirməməyin əsas, deyək ki, faktoru məhz o infrastrukturda Rabitə İnformasiya Texnologiya Nazirliyinin balansında olan ATS-lərdədir. Çox sağ olun. Mən çox qısa, buyurun. Birinci ATS-lərlə bağlı, yəni ki, əgər hər hansı bir istifadəçi bir providerlə internet alırsa və onun həmin ATS-ə, bağlandığı ATS-ə xüsusi avadanlıqları var və onun həmin avadanlıqlar yalnız həmin providerin özünü girib oradan aça bilmək. Əgər siz oraya müraciət edəndə provider onu eləyirsə, yəni onun ATS-li bir şey yoxdur. Yəni həmin provider nümayəndəsi gəlsin, girsin ATS-in içərisinə, girsin, onu açsın və ondan sonra digərlər qoşula bilərlər. Bu birinci məsələdir. İkinci, kabellə bağlı doğrudan
Azərbaycanda elektronlaşma bugün başa çatır. Bugün kabel sistemi uzun müddət qurulmuş bir sistemdir. Hələ 20 il, 30 il, 50 bundan heç kəs ağlına gəlməz ki, hər hansı bir vətəndaşın evinə 8 megabit verəcək, oraya həm televiziya verəcək, həm başqa xidmətlər verəcək. Və ona görə də bu problem var və bu problem üzərində iş gedir. Onu da deyim sizə, hal-hazırda Rabitə Naziri ümumiyyətlə Azərbaycanda geniş silahlı xidmətləri inkişafı üzrə bir stratejiyə, bir sənəd hazırlanır, müəyyən araşdırmalar artıq aparır. Bu sənəddə nəinki infrastruktur, həm infrastruktur məsələləri baxılacaq, xidmət siyasətidir, təşkilatı və bütün formalar analiz olunaraq, dünya təcrübəsi araşdırılaraq bir sənədin işləyərək və uzun müddət bir proqramla bu işlə həyata keçirilməsi planlaşdırılır. Çox sağ olun. Mən üzr istəyirəm. Burada bu çıxışla əlaqədar, yəni demək istəyirsiniz ki, hal-hazırda Rabitə və İnformasiya Nazirliyi ancaq və ancaq sənədi hazırlamaqla məşğuldur yeni-yeni və demək istəyirsiniz ki, dediniz ki, 20 il, 30 il, 50 il bundan qabaq nəzərdə tutmurdunuz ki, internet olacaq. Demək istəyirsiniz ki, bizim kabellər 20, 30, 50 ildir ki, dəyişdirilmir. Dəyişilməli. Mən deyəcəm, hətta optik kabellər də çəkilən evlər də var. Hələ bir məlumatınız olsun, hal-hazırda optik kabellər çəkilmiş. Deyə bilərsiniz hansı evlərdir. Biz gedək testimizi məhz orada eləyik. Hündür binaların çoxsunda optik kabellər çəkilirlər. Hal-hazırda yeni binaların çoxsunda optik kabellər çəkilir. Bütün təşkilatlar, şanslar ki, internet alırlar, birbaşa xətlərlə alırlar, hamısı optik kabellər üzərində qurulur. Son mil vətəndaşla bağlı, ahali, yəni telefonla bağlı şeylərdə bəli deyirəm ki, müəyyən ateistlər var ki, uzun müddət qalmışdı, onun hamısı elektronlaşır və eyni zamanda da onların kabel sistemi, yəni kabel şəbəkəsi deyək də, o kabel şəbəkəsinin dəyişdirilməsi ilə bağlı da işlər həmişə gedir, hər zaman gedir. Yəni demək biz geniş zolaqlı xidmətlə, ümumiyyətlə inkişafı ilə bağlı, yəni burada çox problemlər var. Geniş zolaqlı xidmət inkişafı tək kabellə deyil, həm internetin üzərində, telefon xəttinin üzərində qoyulması da bəlkə əslində düzgün yanaşma deyil. Məsələn, mən bir misal çəkərəm. Estoniya kimi ölkədə, inkişaf etmiş bir ölkədə internet istifadəçilərin 70%-i kabel televiziyasının üstündə oturdu. Biz oturmuşuq telefon xəttinin üstündə. Onlar kabel televiziyasının üstündə. 70% insan kabel televiziya. Amma indi bizdə kabel televiziyasından baxaq ki, bir adam hələ internet almır. Bu da bir faktordan ibarətdir. Bu məsələyə də diqqət yetirsə yaxşı olar ki, alternativ metodlar olmalıdır. Çox sağ olun. Biz çox kiçik bir fasiləyə ayrılır və qaydanda isə biz yenə də keyfiyyət məsələsini davam etdirəcəyik, amma eyni zamanda ölkədə getməkdə olan parlament seçkiləri kampaniyası fonunda. Heç yerə ayrılmırsınız. Yenə birlikdə digər blokçularımıza sözü vermək istəyir. Bu ilk dəfədir ki, Azərbaycan tarixində ki, seçkilər təkcə ənənəvi mətbuatda deyil, ənənəvi mediada deyil, qeyri-ənənəvi yeni mediada aparılmaqdadır və biz özümüz də bunun şahidi olmaqdayıq. Bu özdə hardasa bir prezidentdir. Sizin bununla bağlı fikirləriniz necədir? Hansı nöqsanları siz özünüz müşahidə eləmiş olursunuz? Üstünlüklər nədən ibarətdir? Həqiqətən də bu seçkilərdə internetdən çox aktiv istifadə olundu. Həm müxalifət yönlü deputatlar, namizədlər tərəfindən, həm hökumət yönlü namizədlər tərəfindən. Onu deyim ki, biz baxanda internetdə gördüyümüz seçkiləri, internetdə gördüyümüz abi-havanı televiziyada, radioda, qəzetlərdə gördüyümüz abi-havadan tamam fərqli görürük. Elə başqa-başqa ölkələrdə gedən proseslərdən məlumat verirlər. Yəni internetdə tamam başqa bir şeylərdir. Televizor başqa bir şeydir. Və onu deyim ki, o televiziyadakı bütün çıxışlar olur, namizədlərin çıxışları. Siz görün internetdə o çıxışlar necə əks-səda olur. Necə reaksiyada olur. Necə reaksiyada olur. Bu da oradan da çox maraqlıdır. O da onu göstərir ki, televizorda o feedback deyilən bir sistem var. Yəni oxucunun və ya insanın öz fikirlərini, öz rəyini geri verməsi. Bu sistem televiziyada işləmir deyə, televiziyada çox belə televiziyada biz onu ancaq bir eybəcər formada görürük. Ancaq baxırıq internetə, o internetdə o necə durulur, təmizlənir, saf-çürük edilir. Yəni ki, əslində mən fikirləşirəm ki, bu internetə bizim insanların çıxışı çox azdır. Məsələn, mən səhv eləmirəmsə, Azərbaycanda yüksək sürətli interneti olanlar 3-5% də əhalinin, dial-upla da bir yerdə 45% insan var, hansılar ki, bu internetdəki bu nemətə çox adamın çıxışı yoxdur. Yəni 5% əhali görə bilir interneti. Bu da onu göstərir ki, bizim televiziyadan insanlar bu təhrif olunmuş formada alırlar geri çəkikləri. Yəni internetdəki o saf-çürük etmə prosesinə çıxışları yoxdur. Bu çox böyük bir problemdir mənim fikrimcə. Siz
Sizcə bu özü hardasa biraz qeyri-ədalətli deyilmi? Və çünki siz görürsünüz ki, bu reaksiya daha çox məsələyə qoymaqdır, gülünc göstərməkdir və adamlar da, internetdə olanlar da heç əslində çox vaxt videonun məsələn özünə baxmırlar, elə kommentariyaları, şərhləri oxuyurlar. Siyasətçi öz karikaturasının çəkilməsinə daha hazır olmalıdır. Siyasətçi daha tolerant olmalıdır. Siyasətə məşğul olursa və xalqın qarşısına çıxırsa, hər eleştirilərə, hər hansı bir hətta ələ salmaqlara da hazır olmalıdır. Yəni, məsələn, bizim örnəkləri var. Türkiyənin baş nazirinin müəyyən karikaturları hər gün çap olunur. İnternetdə də, qəzetlərdə də, Avropada da bu örnəklər var, Amerikada da. Bunlar daha tolerant olmalıdır. Bizim siyasətçilər də internetdən daha çox aktiv istifadə etsinlər ki, bu tolerantlığı öyrənsinlər. Çünki onlara birbaşa çıxışı biz siyasətçiləri ancaq internet vasitəsilə görürük. Amma sizdə belə bir təəssürat yaranmır ki, bizdə olan o şərhlər öz səviyyəsinə görə özü də hələ qeyri-ciddi bir auditoriya təəssüratı yaradır və ona görə də hardasa itələmiş olur özündən, hardasa ciddi auditoriyanı var mı? Mən düşünürəm ki, Sevinç xanım, düzgün toxunduğumuz mövzudur. Yəni, məhz bu seçkilərdə hiss olunur ki, informasiya, kommunikasiya texnologiyaları bir mexanizm olaraq işə düşübdür. Məsələn, böyük həm müstəqillər, həm müxaliflər, həm hökumətlər aktiv istifadə etməyə başlayırlar və danılmazdır ki, internetin ictimai fikrə təsir elədiyi dairələrdə, regionlarda yox, internetin ictimai fikrə təsir edən dairələrdə kim bu instrumentlərdən istifadə edəcəksə, onun şansı yüksəkdir. 100%. Artıq fikir verin, bu ciddi faktora çevrilir. Məsələn, nə cür istifadə edir? Həm deputatlığa namizədlər təşkilatı zad olmayana, heç bir təşkilatı yoxdur, resursu yoxdur. Amma internetdən istifadə edir, təşkilat qurur. Həm də ideoloji baxışlarını yayır, təşviqatını aparır. Ciddi bir instrument. Məsələn, bu da beynəlxalq təcrübədən götürülən bir şeydir. Məsələn, Obama seçkisində Twitter müstəsna bir rol oynamışdı. Hədsiz dərəcədə müstəsna. İndi ondan kim bəhrələnirsə, bu hansı dairələr ki, internetə xüsusi şəksiz güclüdür, onun şansı o birlərdən yüksəkdir. O ki, qaldı indi şərhlərə, Əli bəylə tamamilə razıyam da. O, deyək ki, internetdə inkas var da, real dünyadakı internetə inkas olunur. İndi cəmiyyət necədirsə, internet də belədir. Təbii ki, o şərhlərdə mən sizdən razıyam ki, məsələn, deyək ki, lazımsız sözlərdən istifadə olunur, lazımsız rəylər, məsələn, məqsəd yönlü şəkildə fikirlər irəli sürülür, nüfuzdan saxlanır. Amma, axı, orada həm də normal durulmuş fikirlər var. Bizdə internet bizdə bu dəqiqə seçki ilə bağlı olan, deyək ki, gəlişmələr bizim internetdə ciddi bir marketinglər üçün, marketinglər üçün əməlli başlı meydançaya çevrilir. Bütün fikirlər oradadır. Götür istifadə elə. Hansı deputatlar, namizədlər, hansı insanlar o meydançada olan sağlam fikirlərdən istifadə edirsə, mən özüm baxıram ki, bu heç mənim ağlıma gəlmir, hansı yaxşı fikirmiş bu. Hansı ki, bu internetdə hansısa bir iki tərəfindən yazılıb. Amma fikir sağlamdır. Amma təbii ki, sizdən razıyam. Məsələ oradadır ki, o kim düz deyir, Əli bəy ki, o durulma məsələsi var da. Gərək o duru yerini götürəsən. Bəli, bu önəmli məsələdir. Dediyiniz məsələdə problem var. Amma bir şey də var da. Məsələn, interaktiv olsa da, fikirlər yayılsa da, müəyyən xoş olmayan fikirlər də olsa, orada bilirsiniz necədir? O camiyə elədir ki, əgər bir nəfər, bir neçə dəfə müəyyən şit, müəyyən pis, yəni qavranılmayan fikirlər yazsa, o ignora düşür. O camiyə tərəfindən qəbul olunmur. Sonradan onun yazdığı... Yəni həmin şəxs deyir. Bəli, həmin şəxs. Həmin yazdığı kommentlər ümumiyyətlə çıxardılır hər hansı bir səhifədə. Məsələn, mənim özüm öz səhifəmdə çox ciddi buna riayət edirəm ki, təhqirlər olmasın, söyüşlər olmasın. Amma hər hansı bir tənqidi fikirlər açıq-açığına, yəni ölkənin bütün məmurlarının, bütün kimin olur olsun, formalaşma yəni bu tənqid fikirlər söylənilsin açıq-açıq. Amma bu təhqirə və yaxud da başqa formalara keçməsin. Şəxsən mən öz səhifəmdə buna çox ciddi riayət edirəm. Amma başqalarında olanda da buna biz daha tolerant yanaşmalıyıq. Siyasətçilər bunu bugündən qulaqlarını sırğa eləməlidirlər. Bunu bilməlidirlər ki, onlara qarşı belə münasibət olmalıdır və bunlar daha tolerant yanaşmalıdırlar buna və internetdə o güzgüdə özlərini görməyə alışmalıdırlar. Mən əlavə eləmək istəyirəm. Yəni, internetdə təkcə o mənfi, negativ şərhlər yoxdur. İnternetdə çox gözəl proseslər də gedir. Məsəl üçün, baxırlar, əgər bu insan layiqi namizəddirsə, onun haqqında həqiqətən də yaxşı fikir formalaşır, onun haqqında yaxşı sözlər də gedir. Əgər bu adam xaltura çıxanda xaltura da yazacaqlar. Yəni, internet mənfi və müsbət bir şeydir. İnternet sadəcə bir alətdir ki, ondan kim necə istifadə eləyirsə, yəni mənim internetdə yaratdığım məhsul mənə oxşayacaq, natiq mənim yaratdığım natiq mənim özünə oxşayacaq, dövlətin yaratdığı dövlətə oxşayacaq.
Yəni internet əgər mənfidirsə, internetdən mənfi bir şey varsa, onu yaradan insanın problemidir o. Yəni o internetin problemi deyil. Bu sadəcə bir alətdir. Yəni interneti biz hər şeyə qadir bir məxluq kimi görməməliyik. Bu sadəcə bir instrumentdir. Baxır kim necə ondan istifadə edəcək. Kim onu? Mən öz fikrimi bildirmək istəyirdim. Demək, bilirsiniz, bu misal üçün kim ki o sahədə daha professional olacaq, yəni bu alətdən, məsələn, bir neçə istiqamətdən müxtəlif fikirləri yaya biləcək. Məsələn, orada anonimlik də var. Orada digər tərəfdən, məsələn, anonimliyin arxasında mən, məsələn, öz adımı Rahid yox, nə bilim, başqa bir ad da qoya bilərəm və yaxud da, məsələn, 5 dəfə mən eyni kommenti müxtəlif adlarla da çıxarda bilərəm ortaya. Digər tərəfdən də mən şəxsən bir vətəndaş kimi, olar, əlbəttə, çox risklidir o. İstisnalardır. Digər tərəfdən mən bir vətəndaş kimi. Kimsə qaralamaq istəyir. Məsələn, Facebookda 5 adla siz qeydiyyatına keçə bilərsiniz. Sənin fikrimi bildirəm. Mən şəxsən bir vətəndaş kimi heç vaxt öz o, necə deyirlər, namizədimi internet üzərindən seçməzdim. Mən şəxsən bugün Azərbaycan üçün, Azərbaycan o, yəni ilk dəfə tətbiq olunur, bu yaxşı haldır, texnoloji, bu inkişaf baxımından. Amma bir namizədimi mən heç vaxt internet üzərindən seçməzdim. Çünki niyə? Birinci, bura virtual dünyadır. Burada o elə bir sifət yarada bilərlər, elə bir sima yarada bilərlər ki, sən onu sevərsən. Amma bilmirik, o insanın həqiqi, real həyatda nə işi var. Onun üçün mən istəyərdim ki, ümumiyyətlə, həm internet, həm bütün o, necə deyirlər, təşviqat, kampaniyalar, digər tərəfdən də o namizədlərin gördüyü işlərə görə seçilsin. Ən birinci odur. Çünki bu insanın o, necə deyirlər, gündəlik həyatında xalq üçün iş görürsə, o seçilsin. Mən şəxsən onu istəyərdim. İnternet satan təşkilat nümayəndəsi gəlib belə danışmasın. Yox, onsuz da onu da, yəni, Tərifləməlisiniz ki, Səmimi cavab. Müəyyən haqq qazandırmaq olar bu cavabı, amma real işləri göstərmək üçün də müstəvi lazımdır da. Məsələn, bir çox insanların, yəni Yeni Azərbaycan Partiyasının nümayəndələrindən başqa partiyaların, başqa müxalif fikirli insanların bu gördükləri işi də yaymağa internetdən çox yaxşı istifadə etmək üsulları var. Yəni onlar başqa platforma tapa bilmədikdə, onları qınamaq da deyil ki, onun fikirlərini internet üzərindən yaymağa. Mən sizə deyim ki, hökumət də artıq bu saytı mən onu qeyd etmək istəyirdim ki, prezidentin saytı vardı. Əvvəllər elə şey yox idi o saytda. Son məsələn yarım ildə bir ildə prezident saytı Facebooka, Twitterə, bütün sosial şəbəkələrə inteqrasiya olunub bu saytda da yerləşdirilər. Bu pis şey olsa prezidenti saytda eləməzdilər də. Mən elə arzulayardım ki, o birisi nazirliklərdə, o birisinin heç birisində yox. Bir dənə prezidentin saytında. Deməli, o artıq prezidentin istənilən yerdə çıxışları, filanları həmin dəqiqə aç, YouTube-da var, Facebook-da var, Twitterdə var, hər yerdə var. Deməli, bu yaxşı bir instrumentdir ki, oraya inteqrasiya olunur. Bir də Rahib müəllimin mən sözünə reaksiya vermək istəyirəm, özü sərt bir reaksiya. Bağışlayın, internetin qəzetdən, jurnaldan, televiziyadan, radiodan nəyi əksikdir ki? Siz internetdən namizəd seçməzsiniz, televizordan namizəd seçərsiniz. Təkcə internetdən heç vaxt seçmərəm. Niyə? Tək Nəyə görə? Ona görə ki, təkcə internetdə elə bir adamın, əlbəttə, yalnız ona əsaslanıb eləmək olmaz. Çünki orada elə bir sima yarada bilərlər ki, bu virtual və... Simanı hər yerdə yaratmaq olar, Rahid müəllim. Sadəcə internetdə deyil. Jurnalda, internetdə bayaq dediniz o fake accountlardan ki, suni insanlar gedirlər, müxtəlif şeylərdən, adlardan, qeydiyyatdan keçib bir çox şərh yazırlar. O internetdə o qədər gözəl, o qədər aşkar, necə deyərlər, o deyirlər, ax, iplə toxuma, o gözə çarpır ki, həmən bilmək olur ki, bu saxtadır və onu çox gözəl bir şəkildə uzaqlaşdırırlar. Amma bu siz mütəxəssis kimi onu hiss edirsiniz. Yox, o camianın insanlar... Hər adam onu o şəkildə qəbul edir. Hər adama elə gözəl bir şəkildə adamı boyuyub, şeyləyib, televizorda da çıxardıq, qavanı hazır mətn qoymaq olar ki, hər kəsə xoş Mən gəlsin. şəxsi fikrimdə mən heç vaxt təkcə internet ilə heç vaxt özümə namizəd Sizin seçmərəm. fikrinizə tamamilə hörmətlə yanaşmaq lazımdır. Bu sizin fikrinizdir və tamamilə də doğru buyurursunuz ki, bu real əməllərlə də özünü büruzə verməlidir. Amma dediyim kimi, real əməlləri, real ünsiyyəti saxlamaq üçün platformaların müxtəlifliyi olmalıdır Azərbaycanda. Çox təəssüf ki, bu platformalar qısıtdır Azərbaycanda. Ona görə internetdən daha aktiv istifadə etməyə üstünlük verir insanlar və mənim üçün şəxsən çox xoş olan bir haldır ki, hökumət yönlü namizədlər çox aktivləşib. İnternetdə çox aktivləşib və o sahədən də istifadə etməyə başlayıblar. Amma artıq onlar gəncləri çağırırlar. Bircə dəqiqə, nəyə görə sizə xoşdur ki, hökumət yönlü? Nəyə görə? Deyim də nəyə görə? Çünki biz onları ümumiyyətlə əlçatmaz hesab edirik. Əlçatmazdır da biz üçün. Onlara əlçatmaq olmur. Heç olmasa Facebookda onun akkauntunu görəndə ürəyimdən keçəni, beynimdən keçəni onu yaza bilirəm. Ürəyimdə qalmır da. Bir cavab gəlir.
Ən azı bildirir də. Bəzən olmuş gəlir. Ya onsuz da gedib elə prezidentin saytına da məktubunuzu göndərə bilərsiniz. Ya onlar da olur, əlbəttə. Yəni mən demək istəyirəm ki, bəzi hökumət dəstəkləyən insanlar əvvəl ümumiyyətlə bu sahədən istifadə etmirdilər. Ümumiyyətlə seçki prosesində administrativ resurslara əsaslanaraq seçki prosesi udmağa çalışırdılar və bu gün də çalışırlar. Amma söhbət ondan gedir ki, internetdə istifadə etməklə bunu etməyə başlamaqları onların düşüncəsində az da olsa bir dəyişikliklərə gətirib çıxarmasından xəbər verir. Şəxsən vətəndaş üçün mənim üçün çox xoşdur. Mənim üçün ancaq o xoşdur ki, onlar artıq başa düşməyə başlayıblar ki, internet digər kütləvi informasiya vasitələri kimi əhəmiyyətli bir Biz vasitədir. arzuluyuruq ki, gələcəkdə də bəlkə də şərt irəli sürmək olar istifadəçilərin, vətəndaşların xeyrinə ki, kimsə belə siyasi bir iddia ortaya qoyursa, məsələn, deyək ki, deputatlar namizədlikdən bağlı, bunun hökmən, deyək ki, sosial şəbəkələrdə, internetdə bunun bir ofisi olmalıdır, bir sayt olmalıdır ki, biz oradan doğrudan da, elə məhz bu texnologiya insana elə ona görə lazımdır da. Hökumətin özü, hökumət bu dəqiqə məntəqələrə, məsələn, video kameralı yerləşdirir, internet üzərindən vətəndaşlar kamera vasitəsindən məntəqədə baş verən normal şeydir. Amma bu elə 10%. Məsələn, elə ölkələr var, elektron səs verməlidir. Yəni, biz bunları dəstəkləyirik, alqışlayırıq ki, həm deyək ki, bu proseslərdə informasiya texnologiyaları tətbiq olunsun və gələcəkdə bununla bağlı mən hesab edirəm ki, bir strategiya müəyyənləşsin ki, həm deyək ki, bu web kameralardan daha çox məntəqələrdə istifadə ilə bağlı və vətəndaşların da namizədlərin özlərindən informasiya alması üçün bu texnologiyaların istifadəni bir şərt kimi ələ sürməsindən bağlı. Web kameraların məntəqələrdə quraşdırılmasını qəti əleyhinəyəm. Çünki bu psixoloji baskı yaratmaq üçündür vətəndaşlar. Müvəqqəti gələcəkdə düzələr. Çox sağ olun Osman müəllim. Bununla da bizim verilişimiz başa çatır. Mən elə bilirəm ki, bütün bu deyilənlərdən bu nəticəyə gəlmək olar ki, Azərbaycanda bugün həqiqətən də ilk dəfədir ki, seçkilər təkcə ənənəvi televiziya, radio və qəzetlərdə deyil, eyni zamanda internetdə aparılmaqdadır və hazırda gördüyümüz, müşahidə etdiklərimiz hətta mükəmməldən hələ çox uzaq olsa da, hər halda Azərbaycanda yetişməkdə olan dinamik bir internet istehlakçıları cəmiyyətinin yetişdiyindən dəlalət edir. Buna da yalnız sevinmək olar. Siz cümləyə baxdığınızda gələn cümlə görüşəndə sağ olun.